məsələn, gəlmişəm Dubaya, mən nələri etməliyəm ki, məni Dubay tərəfindən, Dubay dövləti tərəfindən cərimələr olmasın və nələri etməməliyəm? Çünki hər bir dövlətin özünün öz qaydaları, qanunları var və biznesmen olaraq heç bir şeydən məlumatım olmayaraq gəlib düşmüşəm Birləşmiş Ərəb Əmirliklərinə. Bizə xoş gəlmisiniz. İlk öncə iş adamlarının ayda cərimələrlə qarşılaşmamağı üçün, ümumiyyətlə biznesin formatını qurmaq üçün öncə başa düşmək lazımdır ki, biz hansı əmirlikdə işləyəcəyik, çalışacağıq və fəaliyyət növümüz nədir? Yəni müstəqil olaraq bunu təyin edib ortaya çıxartmaq çox çətindir. Ona görə də ən yaxşısı konsultanta, biznes konsultanta müraciət edirsiniz və onların komandası sizinlə söhbət aparandan sonra başa düşür ki, sizə hansı açıq iqtisadi zona, yəni free zone təklif eləsin, yoxsa Azərbaycanda məsələ üçün MMC dediyimiz, burada da ELC-dir, o da ki, ölkə daxilində işləyən kompaniyalar üçün daxildə xidmət, satış üçün formatını, mainland deyirlər, onu təklif eləsin. Yaxşı, bunu da yaxşı yerdə vurğuladınız. ELC ilə free zone-un fərqi nədir? Free zone-un açıq iqtisadi zonada açılan kompaniyaların əksər hallarda şirkət həm vergi yüklüyü fərqli olur, daha yüngüldür, həm də ki, xarici iqtisadi fəaliyyətlə məşğuldursa, onun üçün daha rahat. Aydın Rəşad bəy. Yaxşı, mən gəlmişəm Dubaya, deməli konsaltinqə müraciət elədim. Konsaltinq mənim hansı işlərimi görəcək? Öncə sizin bütün məlumatlarınızı toplayacaq, sizin adınızdan müəyyən dövlət qurumlarına müraciət edəcək, sizin sənədlərinizi təqdim edəcək. Lisenziyanın açılması, sonraki sizin işlərinin və sizin viza işləmlərini yerinə yetirəndən sonra da sizin buğalteriya işinizi, yəni dövlətlə şirkətin arasında olan təması qurmaqdır. Sonraki fəaliyyəti də sizin dövlətə verməli olduğunuz bütün portları təmin etməkdir və buğalteriyanızı aparmaqdır ki, siz heç bir tələblərlə, yəni qaçıb tələbləri itirməmək şərti ilə cərimələnməyəsiniz. Vaxtında bütün hesabatlara verəsiniz. Niyə məhz konsaltinq? Niyə bunu mən özüm edə bilmərəm? Yəni, düşünün, bir gəlmişəm bura, heç bir şeydən xəbərim yoxdur. Yaxınlaşıram dövlət orqanlarına açmaq üçün, yaxınlaşıram banklara hesablar açmaq üçün, yaxınlaşıram, belə deyək, hər hansı bir bu özümlə Azərbaycandan mühasib gətirirəm və mən bunu Dubaya inteqrasiya eləmək istəyirəm. Niyə məhz konsaltinq? Hansı cərimələr ola bilər ki, konsaltinq şirkəti onları mənə qarşı, belə deyək, qabağını kəsir? Yox, bilirsiniz, o siz dediyiniz Azərbaycandan və ya başqa bir ölkədən gətirilən mütəxəssislərin buranın qanunvericiliyinə görə işləmək forması mümkün deyil. Ən azından onun heç olmasa, həmin mütəxəssisin heç olmasa 1, 2, 3 il onun qanunvericiliyinə uyğun işləməlidir və akkreditasiyadan keçməlidir, sertifikatı olmalıdır həmin buğaltırların, onların buğaltırlarını və ya konsultantların ki, sizin işinizi apara bilsin, müraciət edə bilsin. Şəxsən özünüz müraciət edib, nəyisə seçib, nəyisə aparmaq bu sonraki işlərdə, seçimlərdə olan səhvlər sizi daha çox məsrəflərə gətirir, çıxardır. Ən yaxşısı məncə bütün ölkələrdə elədir, tək Azərbaycanda yox. Məsəl üçün, fərz edin ki, biz gedirik Kanadaya və Kanadada hər şeyi özümüz eləmək istəyirik. Orada biznes konsultant ehtiyacı duymuruq və başlayırıq addım-addım getməyə. Hansısa bir məqamda görürük ki, nəyisə səhv eləmişik, ancaq geri dönüş yoxdur. Məsəl üçün, tutaq ki, siz servis xidməti ilə məşğul olmaq fikriniz var. Siz getmişsiniz, servis xidmətinə aid olan, sizin fəaliyyətə aid olan lisenziyanı yox, kommersiyalı lisenziya almışsınız və iş gəlib çıxanda ki, siz nəyisə işinizə başlayasınız, dövlət qurumu gəlir yoxlamaya və ya siz də müraciət edirsiniz. Bu ancaq lisenziya etapında olan qarşılaşdığınız problemlər ola bilər. Bundan sonra bank hesabatı var, bankın hesabının açılması var, dövlət hesabatları var. Yəni, bu real deyil ki, siz durasınız bunun hamısının qarşısında özünüz durub biləsiniz və səhv olmasın və bildiyiniz kimi
yəni ki, eşitmişsiniz yəqin ki, buradakı vergi yükü çox azdır, demək olar ki, yoxdur. Amma cərimələr çox yüksəkdir. Onda belə çıxır ki, mən əgər öz addımlarımla davam etsəm, sonuc etibarilə mən daha çox masraf edilmiş və vaxt itirmiş oluram. Həm vaxt itirmiş, bəli, həm vaxt itirəcəksiniz, həm pul itirəcəksiniz, vəsaitinizi itirəcəksiniz, ortada da bir şey olmayacaq. Elə bir problemlərlə qarşılaşıb yanımıza gələn müştərilər də var ki, elə keyslərimiz də var ki, gəlirlər, görürsən ki, hansı etapa kimi ya hansısa bir dostu ilə, tanışı ilə gedib və hansı etapda həmin dostu, tanışın biliyi qutarıb və nə edəcəyini bilmir və araşdırandan sonra görürsən ki, ümumiyyətlə qarşısına qoyduğu biznes fəaliyyətini və sənəd topladığı və götürdüyü sənədlərin heç biri uyğun gəlmir və hər şeyi yenidən başlamaq. Sahibkar olaraq çox maraqlı bir sual. Ümumiyyətlə, Dubaya investisiya yatırmağa dəyərmi? Bilirsiniz, investisiya məsələsi çox fərqli məsələlərdir. Yəni, Dubaya investisiya yatırmağa dəyər. İnvestisiya yatırmaq dünyanın bütün ölkələrinə dəyər. Amma niyə bəs Dubay? Baxır, hansı sahədə, hansı məqamda və hansı investisiyanı siz yatırmaq fikriniz var. İnvestisiya yatırmağın bir çox forması var. Bu, indi həmişəki kimi olduğu kimi bu daşınmaz əmlakdır, biznes yatırımlarıdır və indi populyar olan dron əmtələrdir. Bu Bitcoin, USDT və s. və aksiyalardır. Yəni bu saydığımız dünyada nə qədər investisiya forması var, Dubayda hamısı var. Ona görə də burada daha qanunların da, verginin də çox rahat olduğuna görə, iş sistemində qurulması da çox rahatdır və aydın olduğuna görə ki, hansı addımdan sonra və səhərsi gündən də əmin olduğunuza görə ki, burada şəxsi əmlaka çox ciddi hörmət var və elə bir problemlərlə qarşılaşmayacaqsınız ki, aldığınız məsəl üçün aldığınız daşınmaz əmlakının sabahsı gün formatı dəyişib və sabah dövlət və ya hüquq mühafizə orqanları yaxınlaşır ki, bilirsiniz, bura strateji obyektdir, biz sizin yerinizi sökəcəyik və sizə heç bir şey və ya nəsə verəcəyik. Ən azından bu sizin biznesiniz yanıdır. Bu baxımdan ən optimal olaraq, ən rahat, həm də hub olduğuna görə biznes hub, dünyanın hər tərəfində çıxışımız var. Biznesinizi də genişləndirə bilərsiniz və biznes partner də tapmaq asandır, müştəri də tapmaq asandır. Bunlar hamısı göstəricidir, çox böyük göstəricidir düşünürəm. Bir də əlavə olaraq mən ona eşitmişəm ki, Dubay vergi rahatlığına görə dünyada ən qabaqcıl ölkələrdən biridir, hansı ki, vergi sistemi daha layihə formada tətbiq olunur və daha investisiya baxımından isə dünyanın ən təhlükəsiz ölkəsi belə deyə hesab etmək olar. Bu barədə nə düşünürsünüz? Yəni mən eşitmişəm ki, vergilər burada 5%-dir. Yəni dövriyyədən, bir şeylərdən asılı olmayaraq 5% tətbiq edilir. Düz deyirsiniz, o vergi məsələsi çox aşağıdır, ancaq 5% vergisi əlavə dəyər vergisinin göstəricisidir. Sizin investisiyaya heç bir təsiri olmayacaq. Sizin qazancınızdan sonra, bütün xərclər çıxandan sonra qazancınızın 375 min dirhəm, yəni təxmini 100 min dollar çıxılmaq vergiyə cəlb olunmayan summa olduğuna görə 100 min dollardan tutaq ki, 150 min dollar pul qazanmışsınız, təmiz xalis gəlirə çıxmışsınız ki, 150 min dollar ilin axırında şirkətiniz pul qazanır. Şəxsi gəlirdən heç bir vergi yoxdur. 150 min dollar xalis gəlir əldə etmişsiniz, onun 100 min dolları vergiyə düşmür, yerdə qalan 50 min dollarının 9%-i hesablanır. Hər bir halda 9%-i dövlətə ödənir. Çünki mən bir ara araşdırdığım sürəcə, deməli, Almaniyada vergilər gəlir 42-48%-ə qədər düşürdü. Daha layihə Polşa, Litva, Latviya, amma ən belə deyə daha çox vergisi olan dövlət kimi 48% Almaniya, mən onu bilirdim. Amma belə başa düşürəm ki, Dubay, Birləşmiş Ərəb Əmirlikləri, yəni belə deyək ki, eyni investisiyanı edib, eyni pulu qazanıb, burada daha az vergi vermək olar, nəinki Avropada. Razıyam, əlbəttə ki, siz dediyiniz 42%, 40%, məsələn, Azərbaycanda gəlir vergisi 20-dir, 22%-dir.
Başqa sosial vergilər də var. Sosial paketin vergiləri də var. İşçinin maaşına görə vergi ödəyirlər. Dubayda bunlar yoxdur. Dubayda elə bir şey yoxdur. Sosial vergi yoxdur. Şəxsi gəlirə də vergi yoxdur. Məsəl üçün siz ayda 20.000 dollar pul qazanırsınızsa, 10.000 dollar pul qazanırsınızsa, 3.000 dollar pul qazanırsınızsa ayda, o nə qazanırsınızsa o sizindir. O sığorta var. O da sığortadır ki, illik 200-300 dollara siz özünüzü sığorta eləyə bilərsiniz və s. Yəni demək istəyirsiniz ki, mən burada tutaq ki, X bir məbləğdə əmək qalıramsa, onun heç bir formada vergi tutulmur. Yox, vergi. Nə şirkət tərəfindən, nə işçi tərəfindən. Nə şirkət tərəfindən, nə? Və demək istəyirsiniz ki, əgər mən burada freelance olaraq AT sahəsi üzrə fəaliyyət göstərirəmsə, mənim gəlirimdən heç bir vergi tutulmur. Yox, heç bir vergi yoxdur. Freelansa görə lisenziya almalısınız sadəcə. Əgər freelance, yəni hər bir işi qanuni çərçivəyə salmaq lazımdır. Bunlar sizdən tələb edir ki, biz sizdən vergi almırıq, ancaq müəyyən addımlar var ki, onlara atmalısınız. Freelance üzrə lisenziya almalısınız ki, mən freelanceram və o freelance lisenziyanın gedib həmin freelance lisenziyaya bank hesabı açmalısınız. Və bütün dövriyyəniz açıq və aydın olmalıdır ki, dövlətdən xəbəri olsun ki, siz necə pul qazanırsınız. Zaten vergidə tutulmur. Zaten vergi. Bir də bu lisenziyalarla bağlı mən eşitmişəm ki, Dubayda, Birləşmiş Ərəb Əmirliklərində hər bir sahənin öz lisenziyası olmalıdır. Tutaq ki, mən hansısa bir spesifik sahə ilə lisenziya alıramsa, həmin lisenziya həmin o spesifik sahəyə aiddir. Yəni o lisenziyanı mən başqa fəaliyyət göstərə bilmərəm. Düz deyirsiniz. Yəni ki, hər bir iqtisadi zonaların, yəni ki, əmirlikdə 48-50-yə yaxın açıq iqtisadi zona var, free zone deyilir ona. Onların hər birinin fəaliyyət təsiri var. Məsəl üçün, DMCC free zonunda qızıl zinət əşyalarının istehsalı və satışına məşğulsuzsa, DMCC-də daha çox lisenziya satılır. Alıb orada işləyə bilərsiniz. Maliyyə ilə bağlı olan, böyük maliyyə ilə bağlı olan məsələləri DIFC-də, Dubai International Financial Center, DIFC-də işləməlisiniz. Holding şirkəti açırsınızsa, holding üçün 3-4 bizon ancaq sizə o xidməti göstərə bilər, onlar sizə lisenziya verə bilər. O da ki, Abu Dhabi'də var, Dubayda var və Ras Al Khaima'da var. Xarici iqtisadi fəaliyyətlə məşğulsuzsa, bir çox prizonlar ona icazə verir, onun qiymətinə görə seçirik və gələcək tələblərə, işçi sayına görə filan. Yəni bunlar hamısı hesablanmalıdır, məsləhət olunmalıdır. Biznes plan tərtib eləyib ona uyğun hardansa lisenziya almaq. Hər bir halda belə başa düşürəm ki, konsultant şirkət mənə bu şeylərdə support edib kömək edə bilər. Bəli, konsultant şirkət olmasa, yəni başınız çox ağrıyacaq və sonraki addımlarda da görəcəksiniz ki, çox itirdiniz, hansı ki, onun çox kiçik bir məbləğlə konsultantlığını yoluna qoya bilərdiniz və işiniz daha tez, daha hızlı. Yaxşı, mən gəldim, investisiya elədik, şirkəti açdıq, hər şey qaydasındadır. Hansı müddət sonra mən bankdan kredit götürə bilərəm, öz işimə ayırmaq üçün? Bank krediti üçün öz işinizə ilk öncə bankların qiymətləndirilmə skor deyilən bir qiymətləndirmə forması var. Sizin şirkətin müəyyən tələblərə uyğun olması gərəkdir. Yəni ki, fəaliyyətiniz ən aşağısı 1 il olmalıdır, lisenziyanız 1 il olmalıdır. Həmin o işlədiyiniz lisenziyanın hesabında vəsait olmalıdır, bəs qədər vəsait olmalıdır. Aşağısı bir aylıq dövriyyə heç olmasa 300-400 min dirhəm, təxmini 100-120 min dollar dövriyyə göstərməlisiniz. İşçi olmalıdır, ofisiniz olmalıdır, açıq aydın işiniz olmalıdır ki, sizin fəaliyyətiniz gedir, dövriyyəniz var. Ondan sonra, sonraki addımlarda bəzən olur ki, maliyyə məsələlərində çətinlik olur, sizin o skorunuzu, qiymətləndirmənizi salan skorlar var. Onu salmamaq şərtli. Bu nədən ibarətdir? Məsəl üçün, burada bir maliyyə instrumenti var, ödəmə çeki. Ödəmə çekini yazırsınız, hansısa müştəriyə verirsiniz və o ödəmə çekinin üzrə öz öhdənizi yerinizə yetirmişsiniz. O, Milli Bankda qeydiyyata düşür. Hansısa banka müraciət edəndə ki, mənə kredit ver, o sizin kesinlikle yoxlayır. Və görür ki, orada sizin o çekin ödəmənizin keçirtməmişsiniz, öhdənizi yerinizə yetirməmişsiniz. Bu da deməkdir ki, siz sonraki bankın qarşısında olan öhdələri yerinə yetirməyə bilərsiniz. Bunlar sizə problem yarada bilər. Ancaq normal fəaliyyətdə olan şirkətlər çox rahat götürür. Mən belə başa düşdüm ki, hər bir halda addım və addım bizə dəstək ola biləcək bir
konsalting şirkəti olmalıdır ki, bizə artıq gedəcəyimiz yolu göstərsin. O Çünki mümkün əks deyil. halda çətin olacaq. Əks halda çətin olacaq və hansı bir məqamda görəcəksiniz ki, bacarmırsınız, bağlayıb sadəcə çıxıb gedəcəksiniz. Dövlət bizim təhlükəsizliyimi qoruyur mu burada? Yəni burada mənim şirkətimin təhlükəsizliyini, burada mənim ideyalarımı, mənim belə deyək ki, qoyduğum investisiyasını qoruyurmu? Dövlət açıqdır ümumiyyətlə hər bir ideyaya. Siz baxmayaraq ki, siz burada investorsuz, işçisiniz. Hər bir ideya üçün dövlətin proqramları var. Ki siz o ideya ilə gedib startapda müraciət edə bilərsiniz. Burada legallaşandan sonra o addımları ata bilərsiniz. Legallaşmaq da nə deməkdir ki, hər hansı bir kompaniyada işləyirsiniz, ya o kompaniyanın sahibisiniz. Legallaşmışsınız, siz orada oturumunuzu almışsınız, bank hesablarınız var, yaşadığınız ev var, oturduğunuz ofis var. Bundan sonra startaplarda iştirak etmək üçün hüququnuz yaranır. Hər bir addımınız oturmadan başlayır. Yəni, oturma izni alandan sonra Emirates IT deyirlər. Onu siz verə bilirsiniz, konsalting şirkəti verir. Yəni proses necə olur? Mən gəlmişəm, oturum Lisenziyanı alırsınız, biznes lisenziyanı aldınız. Ondan sonra işçilər və investor vizası alınır. Viza alandan sonra da Emirates ID çıxır və siz legallaşmış olursunuz. Həmin onunla özünüzə bank hesabı da açırsınız, avtomobil də alırsınız, sürücülük vəsiqəsi də alırsınız. Bu legallaşmaqdır. Evə icarəyə evdə götürə bilərsiniz, həmin Emirates ID-niz olmasa illik icarəyə çətin olacaq. Aydın. Deməli, mən ilk öncə bura gələndə şirkət açılır Və legallaşmalıyım. Yəni mənim Emirates ID-im olmalıdır. Bəli, Emirates ID-dən var, sonraki addımlarını da ata bilərsiniz. Qaldı ki, şirkətin qorunması, yəni ki, əlbəttə ki, ən təhlükəsiz dövriyyə və şirkətin işi əmrlikdə çox güclü qorunur. Qanunlar riayət edirsənsə, heç bir problem yoxdur işləyirsən.